Salam dostlar. Bugünkü videoda artıq Azərbaycan dilində videolar başlayırıq. Bu günlər sizə İtalyan və Front-Liver tərəsini, yəni qızarmış şiş tərəsini göstərəcəm. Adı biraz qəribədir, yüngülvarım. Bu tərəmiz belə başlayır. İtalyan oyunu. İtalyan oyununda mən yəni 2000-dən aşağı reytinqlərdə tövsiyə edirəm, çünki orada çox effektivdir, amma 2000-dən sonra İspan atışında daha çox tərif edirəm. Amma siz yenə də İtalyan atışı 2000-dən sonra belə oynaya bilərsiniz, çünki yəni bu səviyyədə də yenə də oynanılır. Çox mükəmməl atışdır. Başlayaq oyunda. E4 oynuyorsunuz ilk giriş olaraq. Rəqiblər yəni demək olar ki, %50, %80% oyunlarda E5-lə qarşılıq verir. At F3 piyada hücum edir yaxın. O da at C3 gəlir, bu piyadanı qoruyur. Biz indiki bu pozisiyada fil C4 həmləsini gəlirik. Aktiv filimiz olur. Çox aktiv diaqonaldadır. Yəni sadəcə buradakı ən zəif piyada bu pozisiyada budur, çünki sadəcə şah tərəfindən qorunur və biz bu piyadayı indidən baskı edirik deyək. Rəqib at F6 oynayır. Əslində burada fil C4-də oynayırlar, amma onu daha sonra izah edəcəm. İndi hələlik biz at F6 variantına baxaq. At F6-ya bir dənə at C5 oynayırıq. İndi bu pozisiyada biz burada şaha ikili, yəni fiqurlarla hücum edirik. Və burada tək həmlə budur, bu hücum dayandırmaq üçün. D5 həmləsi ki, filin diaqonalı bağlansın. Artıq biz bunu götürə bilmərik, çünki şah götürür və filimizin diaqonalı bağlıdır. Biz burada piyada ilə götürürük. Və buradakı əslində olan variant bu gedişdir. Onun üçün biz belə şah, belə bir variant gəlir. Yəni bu çox yüksək səviyyəli variantdır. Sizin səviyyədə bunlar çox olmaqdadır. Ona görə də burada bəzi rəqiblər burada bunu oynayır. Əslində bu yaxşı əmləyə bənzər, çünki sadəcə D5 oynadılar və piyada götürülür. Əgər biz məsələn fil götürsək, fillə götürər. Yəni. Amma fillə götürmə yerinə burada mükəmməl bir gediş, brilliant F7 əmləsini oynayırıq. Və atımızı fəth elədik. Şah götürə bilir, gördüyünüz kimi. Amma götürəndə biz yenə də fil götürə bilmərik, çünki vəzir götürür və daş gedə qayırıq. Ona görə burada bir vəzir F3 şah gəlir və ata ikili hücum edirik. İndi burada olan bütün variantları bir-bir göstərəcəm. Hamısına bir-bir baxaq. Əgər bura gəlsə xətadır bu. Biz bunu götürürük, həm mat istəyirik, həm də buradakı atı istəyib gedir. Məsələn, vəzirlə qorudur, götür, şah, bura və top gedir. Və buna görə də işləmir. Digər bir həmlə olan isə bu artıq mata aparır. Bu ondan da pis həmlədir. Burada götürürük, rəqib bağlayır və mat. Şahın qaça biləcək heç bir yer yoxdur. Və burada kompüterin, Stockfish'in önerisi burada gediş budur. Və şahı qabağa gətiririk. Stockfish'in tövsiyəsi budur. Yəni görün nə qədər pis pozisiyadır ki, qarlar üçün artıq şahı qabağa gətirmək tək həmlələrdən biridir. Biz burada atımızı gəlişirik. Tək həmlə, yəni başqa həmlələr hamısı ucur. Burada at B4 oynanılır. Buradan iki qat zərbi istənilir şahımıza, amma biz bunu almırıq. Qalamızı qururuq. Burada kompüter variantı C6-dır. C6-dan sonra isə biz D4 gedişini oynayırıq. D4 gedişini oynayacaq. Götürdükdə bir dənə şah D, bura. Burada kompüter variantı liniyası bundur. Götürəndə də bəli, götürmək gedirsə bura, şah, bura.
Və artıq mata doğru oyuna aparırıq. Buna bir baxın, yəni buradakı ən yaxşı oyuna vəzir D6-dır, vəzir fəth eləmək, neysə. Mata doğru aparırıq. Mən sadəcə bunları elə belə göstərəm. Götürürük. Yox, burada götürürük. Səhv. Əlimdəydim. Burada nəymiş gediş? Məncə burada vəzir seçmiş, bəli. Bağlamadan istifadə edirik. Vəzirimizi götürəmir, çünki özü gedir, bura gələ bilməz. Çünki matdır. Görə getməz. Və burada digər önemli isə buradır. O da bir əmrə mata səbəb olur. Yəni mən bu atışı əsasən reyting aşamasında tövsiyə edirəm. Yəni çox yüksək səviyyəli süper atışdır. Amma ümumiyyətlə burada İtalyan açışı göstərək. Və indi bu partiyada İtalyan açışında burada əsasən fil C5 komiterin ilk yəni liniyasıdır. Liniya mənasını bilməyənlər üçün isə komiterin ilk tövsiyəsidir. Burada isə mənim tövsiyəm Evans komitidir. Bu Evans komiti necə olur? Evans komiti bəli, Evans komiti. Əslində bu açış, yəni mən Evans komitini ümumiyyətlə çox bəyənirəm. Burada götürsə, buradakı həmlə fili geriyə çəkməkdir. Götürsə, yenidən götürsə, biz qala qururuq. Yenə götürsə, artıq baxın, qaralar 3 piyada qabaqdadır. Amma onun qaçırdığı bir şey var ki, bizim fiqur aktivliyimiz və aktivlik yəni çox böyüdür. Görə bilərsiniz ki, vəzir Y7-də xətaymış. Buradakı gediş vəzir F6-dır. Komiter liniyası vəzir fil G5. Fil G5-dən sonra vəzir C6. Və vəzir C6-da tək həmlədir. Yəni oyunu saxlaya bilmək üçün. Götürürük. Götürürük. Aha, baxın. Bizim 1, 2, 3, 4 dənə daşımız oyundadır və bu topa da qısa müddətdə oynayacaqdır. Onun rəqibin daşlarında isə sadəcə 2 figur oyundadır və bu daşlara bir dənə baxın. Və bizim şahimiz çox yaxşı vəziyyətdədir, amma onun şahı pis vəziyyətdə. Yəni gördüyünüz kimi fil bu diaqonalda çox güclüdür. Aha, buradakı sonraki liniya nəymiş? At Y7. At Y7. Yəni bəli, at Y7. Biz burada dəyişmək tövsiyəsi gəlir Stockfishdən. O da atla. Burada şahla götürmə deyir. Bu qədər, nə bilim, pis vəziyyətdir ki, başlayalım. Yəni artıq götürəndən sonra burada rəqiblərimiz qala qurmanı pozulmaması üçün belə edəcəm, amma artıq oyun bitmiş kimidir. Bura gəlirik, vəzir F6 oyunu alsın, məsələn. Bizi bağlamaya salmaq istəyir. Bir dənə şah çəkərik rahatcanaya. Bura qaçar və buradakı həmlə top A, D5 və ikili istəyimiz var. O C6 oynasa, artıq oyun pis vəziyyətdədir. Çox pis vəziyyətdədir. Yəni uduzulmuş bir şeydir. Burada həmlə F4, yəni artıq daşları da düzə bilərik. Yəni o dərəcə pis vəziyyətdir. Şah E7 gəldir. Ona da fil B3 həmləsini gəlirik və təmiz bir qazanc pası əldə edirik. Evans komitimizdə rəqibləriniz burada sizin səviyyənizdə, yəni əgər aşağı səviyyəsinizsə məsələn, burada çox vaxt bu həmləni oynayır. Bu həmlə Stockfish vermiş. Çünki ondan sonra bir daha buna baxın. Bunun gözəlliyinə baxın. Buna həmləmiz budur. Nə bilim, dəyişsək və gördüyünüz kimi bir piyada geridə də olsaq 2 dənə daşımız var. Çox yaxşı pasiya qarırıq. Baxdığınız video çox sağ olun. Əslində videonun konsepti maraqlıdır. Onu bir dəfə də göstərək. Təzənən deyək E4, E5, AT3, AT6, fil C4, fil C5, yox fil C5 yox, AT6, AT6-ya C5, D5, E5, no, burada AT5 həmləsini oynamışım əslində. Dəqiq onu silək. AT5 həmləsi səhv düzgün həmlədir, amma tam masası həmlədir. Və burada götürülsə, götür, gəlir.
şah. Bura tövsiyədir əslində. Bunların hamısı pisdir. Yəni şah E6 ən yaxşı həmlədir, amma rəqiblərimiz yəqin bunu oynayar. Bunu gələndə də nəymiş gediş? Vəzir F6. Biz figurları dəyişirik. Götürsün. Vəzir H5. Şah tövsiyə edirəm. Məncə prama götürəylə. Bitdi artıq. Gördüyünüz kimi onun piyada quruluşu bərbad gündədir. Və bir piyada qabaqda oyunu burada bitirə bilir. Burada mat tələsdən düşdülər də çoxdur. Mən əvvəllər bu atışdan çox istifadə edirdim. Göstərim atış tələsini. Bura, nə bilim, bura. Və matdan çıxış yoxdur. Çünki şah gedə biləcək heç bir yer yoxdur. Videoya baxdığınız üçün çox təşəkkür edirəm. Abunə olmağı, like atmağı unutmayın. Videoya aid önəriləriniz varsa da yorumlar hissəsində göstərsəniz. Azərbaycan dilində videolar çəkmək istəyirəm. Səfər necəsini çəkilmək istəyirəm. Kanalımı yeni bir dəfə də tələn göstərim. Dəqiq baş üçün deyə E4, E5, at F3, at C6, fil C4, fil C5 yox. Yəni at F6, at C5, D5, Y5, at D5 səfərimlə. At F7, şah F7, vəzir F3 və yəni bura. Yəni oyun artıq bitirmiş kimi şey. Bir piyada qabaqdayıq və çox böyük. Yəni çox oyun şahın diaqonalı çox zəifdir. Şah heç vaxt qala qolmağa bacarmayacaq. Buna görə yaxşı pasiyada qalırıq. Video baxdığınız üçün çox təşəkkür edirəm. Mənim yaxşı video oldu. Əgər videomu bəyəndinizsə kanala abunə olmağı, like atmağı və yorum yazmayı unutmayın. Videoyu izlədiyiniz üçün çox sağ olun. Bir daha təşəkkür edirəm. Sağ olun.